Əlbəttə ki, hər komandanın öz oyun sistemi var, öz meydana düzülüşü var və bizim birinci öz qarşımıza qoyulan məqsədimiz öz oyun sistemimizi qoruyub saxlamaqdır və onu daha da yaxşılaşdırmaqdır, əlbəttə ki. Amma bəzən qarşımıza elə rəqib olur ki, həm topla yaxşı davranan, həm fiziki güclü olan, həm taktiki güclü olan belə komandalara qarşı əlbəttə ki, bəzən görsən hansısa bir dəyişikliklərə əl atmalıyıq. Və buna görə həm Bakıda, həm də bugün biraz beşli müdafiə seçdik və elə o boşluqları doldurmaq üçün elə beşli müdafiə seçdik. Çünki bizim orta xətt oyuncular istər-istəməz biraz önə daha meyilli olurlar və onun arxasında daha çox oyuncunun olması üçün belə bir qərar vermişdik. Amma bizim məqsədimiz yenə də öz oyun sistemimizi, öz oyun düzülüşümüzü qoruyub saxlamaqdır və onu daha da inkişaf elətdirməkdir. Çünki hər bir sistemi dəyişmək üçün gərək ona uyğun oyuncuların sayını çoxaldasan, ona uyğun oyuncular əldə eləyəsən. Bugün biz illərdir bugünkü uğurlarımızı bu oyunumuzdan, bu sistemimizdən etmişik. Ona görə buna uyğun da oyuncular biz komandamızı dəvət eləyirik. Amma qarşıda əgər bu cür davam eləsə, hansısa bir görsək ki, bizə daha çətin olur qarşıdakı Avropa oyunlarında, bəlkə hansısa bir addım atarıq, bəlkə hansısa bir sistem dəyişikliyi eləyərik.